Bir nəfər çox kasıb idi. Qonşusu zəngin bir adam idi. Varlı bir adam idi. Evdə xanımı buna deyir ki, niye onun bunun qapısına gedirsən? Hələ sənin qonşun varlı, imkanlı, dövlətli adamdır. Ged onun qapısını döy, nə qədər istəsən o sənə pul verəcək, o səni zəngin eləyəcək. Onsuz da tanımayan adamlara bu pulları verir. Ağlına batır. Həmən o kasıb gəlir qapını, varlı qonşunun qapısını döyür və qonşu açır qapını, deyir, eşidirəm, deyir, məni tanıdın. Dedi, tanıdım. Qonşum. Dedi, istədiyim budur ki, ona buna sən pul verirsən ki, mənə də ver, qoy mən də biraz imkanlı olum falan. Həmən o varlı, təkəbbürlü adam olur. Deyir ki, düzdür mən qonşulara var dövlət öz imkanlarımdan xərcləyirəm, paylayıram. Amma mən onu korlara sədəqə eləyirəm. Amma